Əgər işçi MMC ilə əmək müqaviləsi bağlamadan işləyibsə və bir neçə ayın əmək haqqını almadan özü işdən çıxıb, almadığı əmək haqqını MMC-dən necə tələb eləyə bilər? Yəni işdən çıxıbsa, əmək haqqı almayıbsa... Və müqavilə bağlamayıb, 3 ayda işləyib deyək ki, bir neçə ay işləyib və işdən indi çıxıb gedib hansısa bir səbəbdən. İndi müqavilə də yoxdur. Müqavilə bağlamayıbsa da, burada da nüanslar var ki, məsəl üçün, hər hansı bir WhatsApp yazışması, hər hansı bir rəsmi maillə, ki, bir çox halda necə olur, orada punktlar deyək, rəsmi mail verirlər, çünki işlərin bir çoxu mail üzərindən gedir və ya WhatsApp qruplarında işin təqibi var. Bəli. Bunu sübut eləyə bilirsə, bu birbaşa zaten inzibati pozuntudur və əmək vəkili birbaşa həmin şirkəti çox yüksək miqdarda cərimələyə bilər. Amma burada bir hüquqşünas kimi sizə bir pulsuz konsultasiyadan zəhləm gedir, amma daha burada deməmiz lazımdır. Deyin, burada hər şey pulsuzdur. Belə bir şey eləyə bilərsiniz ki, siz pretenziya məktubu göndərərsiniz ki, mən etiraz məktubu. Bunu eləsəz, mən də bunu müraciət edəcəm, gəlin bunu sülh yolundan həllini tapaq. Çünki yüksək miqdarda həm cərimələnəsiniz, həm də nüfuzunuz zədələnəcək və s.